Dostlar, bir nəfər 5-10 nəfəri cəmləmişmiş başına, onlara deymiş ki, 3 dənə oğru girdilər bir dənə ərbab adamın evinə, nə mənə varıdı Qızıldancaqdan çatdılar ev yəsinin eşşəyini apardılar, oğurladılar. Getdilər bir dənə xarabəlikdə, istəyirdilər bölüşələr, 3 nəfərin ikisi təsmin tutdular, birini öldürdülər və bölüşmədilər, yatdılar. Yatdılar, sabahlar üçün acıqmışdılar, yoldaşlarının biri qəza pişirəydi, o birisi yoldaş daldan gəldi, xəncərlə onu öldürdü və əyləşdi, nişicanlıqla yoldaşı pişirdiyi qəzanı meyl elədi və o da öldü. Niyə? Çünki qəza məsmumudur. Eşşək üçün ev yəsin, evin tanı idi, gəldi cinsindən evə. O ləhsə Bəhluldanəndə durdu ayağa, dedi ki, o 3 nəfər ki, ölmüşdülər. Aya sənə bu macəranı eşşək tərifləydi? Dostlar, hər sözə inanmayın.